Salamlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə sümüklər və sümük sistemi ilə bağlı qısa konspekt hazırlamışam. Bu konspektim olduqca əhəmiyyətlidir. Mövzunu öyrəndikdən sonra sizlərə təkrar üçün, mövzunu daha yaxşı mənimsəmək, daha dərindən öyrənmək üçün bu konspektin əhəmiyyəti olduqca böyükdür. Gəlin baxaq. Sümük toxuması, əvvəlcə bilirik ki, sümüklər sümük toxumasından təşkil olunmuşdur. Sümük toxuması birləşdirici toxumanın bir növüdür. Birləşdirici toxumanın xüsusiyyəti necə idi? Onun hüceyrəsi maddəsi çox, hüceyrələrinin sayı isə az idi. Deməli, sümük toxumasında da vəziyyət belə olacaq. 1/3 hissəsi hüceyrə, 3/2 hissəsi isə hüceyrəarası maddədən təşkil olunmuşdur. Daha bu hissələri yazmadım, çünki video yorucu olmasın və eyni zamanda qeyd etdiyim kimi bu konspektdir. Və sümük hüceyrələrinin özünün çıxıntıları var. Çıxıntıları olsa da, sümük hüceyrələri, məsəl üçün, bir çıxıntıları olan başqa hansı hüceyrələr tanıyırıq? Sinir hüceyrələri, neyron məsələn. Ancaq bu sümük hüceyrələrinin həmin çıxıntıları onların qidalanmasına, bir-birinə əlaqələnməsinə xidmət edir. Yəni, impulsların ötürülməsində iştirak etmir təbii ki, bu sinir hüceyrəsi deyil. Sonra, insanın skeletində yalnız uzun borulu sümüklərdə, hansı ki, onların sayı 12 ədəddir, 2 növ sümük iliyi olur. Həm qırmızı sümük iliyi, həm də sarı sümük iliyi. Ümumiyyətlə, bütün sümüklərdə qırmızı sümük iliyi olduğu halda, yalnız uzun borulu sümüklərdə həm də sarı sümük iliyi olur. 12 ədəd bu sümük hansıdır? Gəlin onu yadımıza salaq. Deməli, 2 ədəd bazu sümüyü, 2 ədəd mil, 2 ədəd dirsək, 2 ədəd bud, 2 ədəd qamış və 2 ədəd incik olmaqla bizim 12 ədəd uzun borulu sümüyümüz var. Sümüklərin eninə böyüməsi sümük üslüğünün daxili qatında yerləşən hüceyrələrin bölünməsi hesabına baş verir. Bildiyimiz kimi sümüklər həm eninə böyür, həm də uzunluğa. Eninə böyümə sümük üslüğünün daxili qatında yerləşən hüceyrələr hesabına baş verir, amma uzunluğa bölünmə isə böyümə daha doğrusu sümüklərin epifizində qığırdaq toxumasının hüceyrələrinin bölünməsi hesabına baş verir. Gəlin baxaq növbəti hissəyə. Kəllə skeleti ilə bağlı bəzi vacib məqamları qeyd eləmişəm. Qeyd eləmədiklərimi də burada səsləndirəcəm. Kəllə skeletində deməli biz 2 sümük növünə rast gəlirik. Quruluşca sümüyün növü təbii ki, yastı sümük və qarışıq sümük. Deməli, kəllə skeletində uzun borulu və yaxud da qısa sümük yoxdur. Yastı sümüklər, kəllə qutusu sümükləri yastı sümüklərdir. Kəllənin əsasında yerləşən digər sümüklər isə növ olaraq qarışıq sümüklərdir. Kəllə skeletində həm hərəkətli sümük birləşməsinə biz rast gəlirik, həm də hərəkətli sümük birləşməsinə. Hərəkətli sümük birləşməsi burada olacaq alt çənə sümüyü, 2 gicgahla birləşmə əmələ gətirib, birazdan onları qeyd edəcəm. Digər sümüklər isə hərəkətsizdir. Deməli, kəllədə hansı sümük birləşməsi növü yoxdur? Yarım hərəkətli sümük birləşməsi növünə təsadüf edilmir. Kəllə skeletində ümumi 23 sümük var. Düzdür, bu orta məktəb kitabında qeyd olunmayıb, amma düşünürəm ki, bu videoma həm də müəllimlər baxır. Amma çalışmışam ki, videodakı qeydləri əsasən abituriyentlərə uyğun olsun, çünki qarşıdan onların imtahanı gəlir. Kəllə skeletində 23 sümük var və bu sümüklərdən 7-si tək sümükdür, 16-sı isə cüt sümükdür. 8-i beyin şöbəsində, 15-i isə üst şöbəsində yerləşir. Bu sümüklərin adları, onların tək və ya cüt olması hamısı güvənin vəsaitində var. Oradan baxa bilərsiniz. Ona görə də əlavə olaraq burada qeyd eləməmişəm. Yenə deyirəm, bu videom sadəcə sizə konspekt və təkrar üçün hazırlanır. Kəllə skeletinə bir növ və bir sümük birləşir. Kəllə skeletinə birləşən yeganə sümük birinci boyun fəqərəsi sümüyüdür və o sayı 1-dir. Növ olaraq da 1-dir. Növ olaraq hansı sümükdür? Qarışıq sümükdür. Kəllə skeletində hərəkətli birləşmənin əmələ gəlməsində bir alt çənə, 2 gicgah, bir ənsə olmaqla 4 sümük iştirak edir. Deməli, alt çənə 2 gicgaha birləşir, sağ və sol tərəfdən. Bir ənsə sümüyü də gedib birinci boyun fəqərəsi ilə birləşir. Kəllə skeletinə aid sümük, burada onu qeyd eləmək istəmişəm. Kəllə skeletində hərəkətli birləşmənin əmələ gəlməsində iştirak edən sümüklərin sayı 4-dür. Kəllə skeletində ümumiyyətlə 3 oynaq var. Bu, alt çənə hər 2 gicgah ilə əmələ gətirdiyi oynağı biz nəzərə alırıq. Burada 2 oynaq var. Alt çənə hər 2 gicgahla oynaq əmələ gətirir. 2 oynaq burada yaranır. Bir də ənsə sümüyü birinci boyun fəqərəsi ilə 1 ədəd oynaq əmələ gətirir. Burada yuxarı hissədə kəllə skeletində hərəkətli birləşmənin əmələ gəlməsində iştirak edən sümükləri qeyd eləmişik. Bir də var desək ki, ümumiyyətlə kəllə skeletinin hərəkətli birləşmə əmələ gətirən
Burada əslində kəllə skeletin hərəkətlə birləşmə əmələ gətirən sümükləri soruşmuşam. Ümumiyyətlə kəllədəki oynaqların əmələ gəlməsində birinci boyun fəqrəsi də iştirak edir, amma o kəllə skeletinə aid deyil, onu demək istəyirəm. Sonra kəllə skeletində əmələ gələn 3 oynağın yaranmasında həm hərəkətli, həm də hərəkətsiz sümüklər iştirak edir. Hərəkətli sümüklər bir alt çənə sümüyü hərəkətlidir. Bir də oynağın əmələ gəlməsində burada bir dənə bunu silək. Birinci boyun fəqrəsi iştirak edir. Bir ədəd boyun fəqrəsi, o da birinci boyun fəqrəsidir. Mən elə gəlir elə bunu buradan silib, elə birinci boyun fəqrəsi yazsam kifayət edərdi. Birinci boyun fəqrəsi iştirak edir. Hərəkətsizlər isə 2 ədəd gicgah və 1 ədəd ənsə sümükləridir. Sonra gələk döş qəfəsinə. Döş qəfəsinə 2 körpücük, 7-ci boyun fəqrəsi, 1-ci bel fəqrəsi olmaqla 4 sümük birləşir. Döş qəfəsinə 2 ədəd cüt sümük birləşir. Yəni birləşən bax bu sümüklərin ikisi cütdür. O da körpücük sümükləri. Döş qəfəsinə həmçinin 2 ədəd tək sümük birləşir. 7-ci boyun fəqrəsi, 1-ci bel fəqrəsi döş qəfəsinə birləşən tək sümüklərdir. Döş sümüyünə 2 körpücük və 14 qabırğa, bunlar hansı qabırğalardır? Həqiqi qabırğalar olmaqla 16 sümük birləşir. Döş sümüyü insan orqanizmində ən çox sümüklə birləşmə əmələ gətirən sümük hesab olunur. Döş sümüyünə birləşən bütün sümüklərin bir cüt sümük kimi götürə bilərik. Bütün sümüklər cütdür. Baxın, gəlin bunu qırmızılayaq. Bütün sümüklər cütdür. Çünki döş sümüyünə birləşir 2 körpücük və 14 həqiqi qabırğa və bunların hər biri cüt sümüklərdir. Keçək. Gövdə skeletində ümumiyyətlə bilirik ki, 58-59 sümük var. Gövdə skeleti 58-59 sümükdən təşkil olunmuşdur. Gövdə skeletində tək sümüklərin minimum sayı 34-dür. Belə ki, gövdə skeletində minimum say deyiriksə, biz bilirik ki, onurğanın 33-34 fəqrəsi var. Onda biz bunu 33 fəqrə ilə hesablayacağıq. 33 fəqrə plus 1 döş sümüyü olacaq, deməli tək sümük. Deməli tək sümüklərin sayı neçə oldu? Minimum 33. Maksimum sayısı 35-dir. O zaman biz onurğa sütununun fəqrə sayını 34 götürəcəyik, plus 1 döş sümüyünü gələcək üzərinə. Gövdə skeletinin cüt sümükləri isə 24 ədəd qabırğalardır. Gövdə skeletində 4 ədəd sərbəst qabırğalar və 1 ədəd sonuncu büzdün fəqrəsi olmaqla cəmi 4 sümük 1 ədəd sümüklə birləşir. Bax, buna ehtiyac yox idi. Bir dəqiqə. Cəmi 4 sümük 1 ədəd sümüklə birləşir. 4 ədəd sərbəst qabırğa, yəni 11-ci və 12-ci cüt qabırğalar sadəcə 11-ci və 12-ci deməli döş fəqrələrinə birləşir və 1 ədəd sonuncu büzdüm özündən əvvəlki büzdüm fəqrəsinə birləşir. Cəmi 4 sümük 1 ədəd sümüklə birləşir. Gövdə skeletindən 2 çanaq, 1 ənsə, 2 körpücük olmaqla cəmi 5 sümük birləşir. Gövdə skeleti qarışıq və yastı sümüklərdən ümumiyyətlə təşkil olunmuşdur. Gövdə skeletinin qarışıq sümükləri onurğa sütunu fəqrələridir. Yastı sümükləri isə qabırğalar və döş sümüyüdür. İndi gələk onurğa sütununa. Onurğa sütununa 1 ənsə, 24 qabırğa və 2 çanaq olmaqla cəmi 27 sümük birləşir. Ümumi onurğa sütununa. Və onurğa sütununa gövdədən kənar 1 ədəd ənsə və 2 çanaq olmaqla cəmi 3 sümük birləşir. Bu gövdədən kənar sümükdür. Çünki ənsə sümüyü kəllə skeletinə aiddir. Çanaq sümüyü isə aşağı ətrafın qurşaq skeletinə aiddir. Yəni ətraf skeletinə aiddir. Onurğanın döş və omu olmaqla 2 növ fəqrəsi 4 sümüklə birləşmə əmələ gətirir. Belə ki, döş fəqrələrinə qabırğalar birləşir, oma fəqrələrinə isə çanaq sümükləri birləşir. Onurğa sütununa birləşən tək sümük ənsə sümüyüdür. Belə ki, birinci boyun ənsə ilə birləşir və o tək sümükdür. Onurğa sütununa, baxın, burada görürsünüz, onurğa sütununa birləşən sümükləri qeyd eləmişəm. Bunların içərisində ənsə sümüyü tək sümükdür. Amma qabırğalar və çanaq isə olacaq 4 cüt sümük. Baxın, burada onurğa sütununa birləşən cüt sümüklər 2 ədəd çanaq və 24 ədəd qabırğalardır. Onurğanın 7 boyun və 5 ədəd bel 7 boyun, 5 bel və 3-4 büzdün fəqrəsi isə 2 sümüklə birləşmə əmələ gətirir. Sonuncu büzdün fəqrəsi isə 1 sümüklə birləşmə əmələ gətirir. Deməli, uşaqlar, biz bilirik ki, büzdümdə 4-5 fəqrə olur. Onun birini çıxanda, çünki o axırıncı yalnız özündən əvvəlkinə birləşir. Yəni, 1 sümüklə birləşmə əmələ gətirir. Onda yerdə qalır 3-4. Deməli, 3-4 dənə fəqrəsi 2 sümüklə birləşmə əmələ gətirə bilir.
Bu boyun və bel şöbələrinin fəqrələri də özündən əvvəlki fəqrələr və özündən sonrakı fəqrələrə birləşir. Onurğa sütununda 4 istiqamətli əyriliyə rast gəlinə bilər. Önə, arxaya, sağa və sola. Önə doğru əyriliyin adı lordozdur. Onurğa sütununda lordozun əmələ gəlməsində 12 fəqrə iştirak edir. Bundan 7-si boyun, 5-i isə bel fəqrəsidir. Lordozun əmələ gəlməsində iştirak edən sümüklərin növü isə qarışıq sümüklərdir. Onurğa sütununda arxaya doğru əyriliyin, yəni kifozun əmələ gəlməsində isə 17 fəqrə iştirak edir. 12 döş və 5 oma olmaqla 17 fəqrə iştirak edir. Kifozun əmələ gəlməsində də iştirak edən sümüklərin növü qarışıq sümüklərdir. Onurğa sütununda heç bir əyriliyin əmələ gəlməsində iştirak etməyən büzdün fəqrələridir. Sayı isə 4-5-dir. Əyriliyin yaranmasında iştirak etmir. Kifoz həm embrional, həm də postembrional dövrdə yarana bilər. Çünki kifoz, yəni arxaya doğru əyriliyi əmələ gətirir döş fəqrələri, bir də oma fəqrələri. Kifozun oma əyriliyi embrional dövrdə yaranır, yəni ana bətnində. Ancaq kifozun döş əyriliyi, yəni döş fəqrələrin əmələ gətirdiyi əyrilik isə postembrional dövrün 6-cı ayında əmələ gəlir. Yəni uşaq dünyaya gəldikdən sonra 6-cı ayında əmələ gəlir. Birdən ontogenezin ayını soruşsalar bizdən, deməli onda 6-nın üzərinə 9 gələcək. Deməli kifozun döş əyriliyi ontogenezin 15-ci ayında, amma postembrional dövrün isə 6-cı ayında əmələ gəlir. Lordozun əmələ gəlməsində isə dedik ki, yuxarıda qeyd eləmişdik ki, boyun fəqrələri və bel fəqrələri iştirak edir. Deməli, lordozun həm boyun, həm də bel əyriliyi vardır. Hər ikisi postembrional dövrdə, yəni ontogenezin postembrional dövründə doğulduqdan sonra əmələ gəlir. Belə ki, uşaq doğulduqdan sonra boyun bu dövrün, yəni postembrional dövrün 2-ci ayı, bel isə uşağın 1 yaşında yaranır, yəni 12-ci ayında. Ətrafların skeletində quruluşca 4 növ sümüyə də biz rast gələ bilərik. Gəlin baxaq. Məsələn, tutaq ki, kürək sümüyü ətraf skeletinə aiddir. Yuxarı ətrafın qurşaq sümüyüdür. Növ olaraq yastı sümükdür. Körpücük sümükləri yuxarı ətrafın qurşaq sümüyüdür. Növ olaraq qarışıq sümükdür. Bazu yuxarı ətrafın deməli sərbəst hissəsinə aiddir və yaxud da aşağı ətrafın sərbəstindən budu deyək. Qamış, incik bunlar uzun borulu sümüklərdir. Barmaq falanqaları isə qısa sümüklərə aiddir. Əl darağı, əl daraq arxası bunlar da qısa süngəri sümüklərdir. Deməli, həm qısa, həm uzun, həm yastı, həm qarışıq 4 növ sümük müxtəlifinə, yəni sümüyün quruluşca 4 növünə rast gəlmək olur. Yuxarı ətraf skeleti bir ədəd döş sümüyünə birləşir. Bu ifadə doğru ifadədir. Nəyə görə? Yuxarı ətraf skeleti deyəndə həm qurşaq, həm sərbəst hissə nəzərdə tutulur. Və sərbəst hissə, yəni qurşağa birləşir. Deməli, biz ətrafdan kənar bir sümüyə birləşməsindən danışırıqsa, onda demək ki, bunu qurşaq hissəsinin birləşməsindən danışırıq. Yuxarı ətrafın qurşağı, məsəl üçün, körpücük sümüyüdür ki, körpücük sümüyün hər ikisi gəlib döş sümüyünə birləşir. Yuxarı ətrafın qurşağına bir də kürəyə aiddir. Kürək də bazuya birləşir. O da yuxarı ətraf skeletidir. Ona görə onu nəzərə almırıq. Yuxarı ətraf skeleti deyəndə ümumi qurşaq və sərbəst hissə bir yerdə nəzərdə tutulur. Ona görə kənardan yalnız körpücük sümüyə döş sümüyü, bir ədəd döş sümüyü birləşir. Yuxarı ətrafın qurşağı, baxın, artıq indi qurşağı deyirəm. Yuxarı ətrafın qurşağı 2 ədəd bazu, 1 ədəd döş sümüyü olmaqla 3 sümüklə birləşir. Aha, indi görürsünüz qurşaqdan danışırıqsa, deməli yuxarı ətrafın qurşağı həm də yuxarı ətrafın sərbəstinə birləşir. Belə ki, 2 kürək hərəsi 1 bazu olmaqla cəmi 2 bazuya birləşəcək. Bu yuxarı ətrafın sərbəst hissəsinin sümüyüdür. 1 ədəd də ətraf skeletinə aid olmayan döş sümüyünə, deməli körpücük sümüklər birləşəcək. Aşağı ətraf skeleti 1 ədəd, deməli oma sümüyü ilə birləşir. Bildiyimiz kimi insanda oma fəqrələri birləşir, oma sümüyünü əmələ gətirir. Aşağı ətraf skeleti, yəni çanaq sümüklərini biz nəzərə alırıq. Oma sümüyü ilə birləşmə əmələ gətirir. Aşağı ətrafın qurşağını desək, burada artıq görürsünüz qurşağı deyilir. Deməli, aşağı ətrafın sərbəst hissəsi ilə birləşmə əmələ gətirəcək. Belə ki, 2 çanaq sərbəst olan 2 budla birləşir və pilusda aşağı ətraf skeletinə aid olmayan 1 ədəd oma sümüyü ilə birləşmə əmələ gətirir. Cəmi 3 sümüklə birləşir. Bir çanaq sümüyü neçə sümüyə birləşər? Bir çanaq sümüyü digər çanağa birləşir, yəni çanaqlar öz aralarında birləşmə əmələ gətirir.
Oma fəqrələrindən əmələ gəlmiş ümumi oma sümüyü deyəcəyik. Bir də bud sümüyü olmaqla 3 sümüklə birləşir. Onurğa sütununun sınıqlarında gəlin indi sınıqlara baxaq. İnsanı, bu da qısa konspektdir təbii ki, üzü üstə uzadaraq həkimə çatdırırlar. Onurğa sütunun sınıqları deyəndə, yəni fəqrələrin sınıqları nəzərdə tutulur. Üzü üstə uzadaraq, hətta hərəkətsiz də yaza bilərik bura. Hərəkətsiz formada həkimə çatdırılır. Qabırğa sınığı zamanı isə dərindən nəfəs vermə zamanı, yəni şəxs, xəstə dərindən nəfəs verir. Bu zaman döş qəfəsi bintlə və yaxud da hər hansı bir parça ilə sarınır. Ətrafların sınığı zamanı isə şinadan istifadə olunur. Şina yalnız ətraf sınıqları zamanı istifadə olunur. Kəllə sınıqlarında xəstə arxası üstə uzadılaraq yenə hərəkətsiz formada həkimə çatdırılır. Ümid eləyirəm bu sizin üçün anlaşıqlı oldu. Bir dənə burada deməli unutmuşam, onu qeyd eləməmişəm. Kaş ki, onu da qeyd eləyərdim. Deməli, döş, mən elə gəlir bunu hamımız bilirik. Döş qəfəsi, insanda döş qəfəsi 37 sümükdən təşkil olunmuşdur. Hansı sümüklərdir bunlar? Deməli, bir ədəd döş sümüyü, 24 qabırğa və 12 döş fəqərəsi olmaqla cəmi 37 sümükdən təşkil olunmuşdur. Bunlar yadıma düşənlər idi. Hal-hazırda yazdım, hazırladım. Bu insanın skeleti, sümükləri ilə bağlı mənim bir videom var idi. Hansı ki, skelet üzərində məhz onu izah eləmişəm. Yəni model üzərində, skeletin üzərində izah eləmişəm və çox yaxşı qarşılandı, bəyənildi. Çox sağ olun, təşəkkür edirəm. Ümid eləyirəm ki, bu videomda bəyəniləcək və belə qısa konspektlər yalnız bəyəndiyiniz təqdirdə, yəni mən motivasiya alıram və hazırlayacağam, sizlərlə bölüşəcəm. Diqqətiniz üçün təşəkkür edirəm. Və tövsiyə edirəm ki, həmin skelet üzərində izah verdiyim həmin videonu da izləyəsiniz.